Qızıl, tarix boyu investorlar üçün ən etibarlı qoruyucu aktivlərdən biri hesab olunub. İnsanlar min illərdir qızılı həm sərvət göstəricisi, həm də mübadilə vasitəsi kimi istifadə ediblər. Müasir dövrdə isə qızıl daha çox maliyyə bazarlarında təhlükəsiz liman statusu ilə tanınır. Xüsusilə iqtisadi qeyri-müəyyənlik dövrlərində investorların ilk üz tutduğu aktivlərdən biri məhz qızıldır. Bunun əsas səbəbi qızılın heç bir dövlətin öhdəliyi olmamasıdır. Səhm və ya istiqrazdan fərqli olaraq, qızıl bir şirkətin və ya hökumətin borc sənədi deyil, o, fiziki və məhdud təklifə malik real bir əmtəədir. Dünyada hasil edilən qızılın həcmi hər il müəyyən səviyyədə artır, lakin bu artım çox sürətli deyil və təklif nisbətən sabit qalır. Məhz bu xüsusiyyət qızılı uzun müddətli perspektivdə dəyər qoruyan aktivə çevirir. Qızılın qiymətinə təsir edən ən mühüm amillərdən biri ABŞ-da monetar siyasətdir. ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyat Sistemi dünya maliyyə sistemində əsas rol oynayır və onun faiz qərarları qlobal kapital axınlarına birbaşa təsir göstərir. Əgər faiz dərəcələri artırılırsa, ABŞ dolları adətən güclənir. Dollar gücləndikcə qızıl digər valyutalar üçün daha bahalı olur və bu da tələbatı azalda bilər. Yüksək faiz mühiti investorları istiqrazlara yönəldir, çünki faiz gəliri təqdim edən alətlər daha cəlbedici görünür. Qızıl isə faiz və dividend gətirmədiyi üçün belə dövrdə cazibəsini qismən itirir. Əksinə, faizlər aşağı düşəndə alternativ gəlir imkanları azalır və qızıl daha ön plana çıxır. ABŞ dollarının zəifləməsi isə çox vaxt qızılın qiymətinin artımı ilə müşayiət olunur. Çünki qızıl beynəlxalq bazarda dollarla qiymətləndirilir. Dollar ucuzlaşdıqda qızıl digər ölkələr üçün daha əlçatan olur və qlobal tələbat artır. İnflyasiya da qızıl bazarında əsas hərəkət verici qüvvələrdən biridir. İnflyasiya yüksəldikcə pulun alıcılıq qabiliyyəti azalır və investorlar dəyərini qoruyan aktivlərə yönəlirlər. Tarix göstərir ki, yüksək inflyasiya dövrlərində qızılın performansı güclü olub. Bu səbəbdən inflyasiya gözləntiləri artdıqda bazar dərhal reaksiya verir. Mərkəzi bankların qızıl ehtiyatlarını artırması da bazar üçün mühüm dəstəkdir. Son illərdə bir çox ölkə rezervlərini şaxələndirmək üçün qızıl alışını artırıb. Xüsusilə Çin, Hindistan və Türkiyə kimi ölkələr qızıl ehtiyatlarını genişləndirərək dollar asıllığını azaltmağa çalışırlar. Mərkəzi bankların alışları uzunmüddətli strategiyaya əsaslandığı üçün bazarda sabit tələbat yaradır və qiymətlərin kəskin enməsinin qarşısını qismən alır. Geosiyasi gərginliklər və qlobal münaqişələr isə qızılın ən yaxın dostudur. Dünyada qeyri-müəyyənlik artdıqca investorlar riskli aktivlərdən uzaqlaşır və kapitalın bir hissəsi qızıla yönəlir. Müharibələr, sanksiyalar, siyasi böhranlar və maliyyə sisteminə inamın azalması qızılın cazibəsini artırır. Eyni zamanda fond bazarlarında kəskin enişlər də qızılın bahalaşmasına səbəb ola bilər, çünki investorlar portfellərini balanslaşdırmağa çalışırlar. Real faiz dərəcələri də vacib göstəricidir. Əgər inflyasiya faizdən yüksəkdirsə və real faiz mənfi olursa, qızıl üçün mühit daha əlverişli sayılır. Çünki investor bankda saxladığı vəsaitdən real gəlir əldə etmir. Bu zaman qızıl alternativ qoruyucu aktiv kimi daha cəlbedici görünür. ETF fondlarına və institusional investorların axınlarına da diqqət yetirmək lazımdır. Bölük fondlara daxil olan vəsaitlər qiymət hərəkətlərini sürətləndirə bilər. 2026-cı il perspektivindən baxdıqda qızıl üçün əsas mövzular faiz siyasəti, inflyasiya riski və geosiyasi vəziyyət olaraq qalır. Əgər faiz endirimləri davam edərsə və dollar zəifləyərsə, qızıl üçün əlavə yüksəliş potensialı yarana bilər. Əksinə, sərt monetar siyasət və güclü dollar qiymətləri təzyiq altında saxlaya bilər. Buna baxmayaraq, qlobal borc səviyyələrinin yüksək olması və iqtisadi qeyri-müəyyənlik qızılı strateji aktiv kimi ön planda saxlayır. Həm investisiya, həm də zinət əşyaları tələbatı bazarın əsas dayaqlarıdır. Nəticə olaraq demək olar ki, qızılın qiyməti tək bir faktordan asılı deyil. Faiz qərarları, inflyasiya, dolların gücü, mərkəzi bankların strategiyası və geosiyasi risklər birlikdə qiymət dinamikasını formalaşdırır. Uzun müddətli investorlar üçün qızıl portfelin risk balansını qorumağa kömək edə bilər. Qısa müddətli treyderlər üçün isə bazar dalğalanmaları imkan yaradır. Lakin hər iki halda məlumatlı və planlı hərəkət etmək vacibdir. Bu səbəbdən qızıl bazarında qərar verməzdən əvvəl hər bir investor şəxsi araşdırmasını mütləq aparmalıdır. Bu videoda təqdim etdiyimiz məlumatlar rəsmi statistikalar və fundamental göstəricilər əsasında hazırlanmış analitik baxışdır. Bu video investisiya məsləhəti hesab olunmur. Sizcə, qarşıdakı illərdə qızıl yeni tarixi zirvələri yeniləyə biləcəkmi, yoxsa bazarda uzun müddətli sabitləşmə dövrü başlayacaq? Fikirlərinizi şərhlərdə yazaraq müzakirəyə qoşulun. Belə dərin iqtisadi və investisiya analizlərinin davamı üçün kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti ətraflı bazar təhlilində görüşənədək.